Yaşıl enerji sahəsində mega layihələrin icrası daha bir məsələni gündəmə gətirib. Bu isə hazırda ölkədə istifadə olunan elektrik enerjisinin səmərəliliyinin artırılması, yəni enerjidən istifadədə əlavə itkilərin qarşısını almaqdır. Bu istiqamətlərdə işləri isə 2021-ci ildə qəbul edilən enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanunla tənzimlənir. Qanuna əsasən enerji səmərəliliyinin 3 kateqoriyada təmin edilməsi planlaşdırılır. Bunlar binalar, iqtisadi sahədə fəaliyyət göstərən obyektlər və ev təsərrüfatlarıdır. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, il ərzində müəyyən edilmiş normadan çox enerji sərf edən təsərrüfatlarda prosesin daha səmərəli reallaşması üçün enerji idarəçilərinin təyin edilməsi qərarı alınıb. İllik enerji istehlakı 250 ton neft ekvivalentinə bərabər olan və ya yuxarı istehlaka malik olan qeyri-yaşayış binaları və ya tikinti sahəsi ən azı 10.000 kvadrat metr olan qeyri-yaşayış binalarında, həmçinin illik enerji istehlakı 1000 ton neft ekvivalentinə bərabər olan və yuxarı olan təsərrüfat subyektlərində enerji idarəçiləri təyin olunması zəruridir. Və bildirmək istərdim ki, bu istiqamətdə hər il xüsusi meyarlara cavab verən təsərrüfat subyektləri və qeyri-yaşayış binaları müəyyən edilir və bununla yanaşı mən bildirə bilərəm ki, artıq Azərbaycanda müxtəlif bina tipologiyasına görə uyğun gələn qeyri-yaşayış binalarında enerji idarəçiləri təyin edilmişdir və təyin edilmə prosesində də olan binalar mövcuddur. Eyni qaydada da iqtisadi sahələrdə də, yəni təsərrüfat subyektlərində də enerji idarəçiləri artıq təyin edilmişdir. Müasir dövrün ekodizayn tələblərinin təmin edilməsi və enerji etiketlənməsi üçün 7 dövlət standartı da müəyyən edilib. Enerji səmərəliliyi üçün önəmli yeniliklərdən biri isə ənənəvi közərmə lampalarının istifadəsinin, istehsalının və satışının qadağan edilməsidir. Közərmə lampalarından istifadə edilmənin qadağan edilməsi hansı zərurətdən irəli gəldi? Közərmə lampaları ən yaxşı halda istifadə müddəti 5 aydırsa, LED lampaların istifadə müddəti 7 ilə qədər uzaya bilir. Və artıq burada 7 il ərzində cəmi bir LED lampasına 6 manat xərcləyirik. Ancaq közərmə lampasına hardasa 10 manata yaxın bir dəfələrlə, hardasa 17 dəfə günlük normal nəzərə alsaq, 17 dəfə dəyişmək məcburiyyətində qaldırıq deyə birbaşa biz iqtisadi səmərəsizliyi orada görürük. Eyni zamanda bir közərmə lampası 60 watt enerji istehlakı etdiyi təqdirdə LED lampalarında bu 7 wattdır. Yəni eyni işıq serinə uyğun olaraq nümunəni sizə təqdim etmək istədim. Burada isə əsas önəmli faktor ondan ibarətdir ki, bizim istifadə etdiyimiz 7 il ərzində enerji istehlakına baxsaq, közərmə lampasının enerji istehlakında necə səmərəsiz olduğunu birbaşa görə bilir. Bu da birbaşa təbii ki, vətəndaşın büdcəsinə təsir edən amillərdən biridir. Közərmə lampalarına qoyulan qadağalar isə 2026-cı ildən tətbiq ediləcək. 2026-cı ilin yanvar ayının 1-dən etibarən 60 watt və yuxarı gücə malik olan közərmə lampalarının istehsalı, satışı və idxalı qadağan edilir. Daha sonra isə həmin ilin iyul ayının 1-dən etibarən 60 watt-a qədər gücə malik közərmə lampalarının satışı, idxalı və istehsalı qadağan ediləcəkdir. Binalarda enerji səmərəliliyinin tətbiq edilməsi üçün də beynəlxalq standartlara uyğun təcrübədən istifadə olunacaq. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilmişdir. Bu norma binaların enerji istehlakı cəhətdən sinifləndirilməsini özündə əhatə edir. Belə ki, müvafiq qərara əsasən binalar artıq A sinifindən E sinifinə doğru ən yüksək enerji səmərəli bir bina anlayışıdır. E-yə doğru azalma müşahidə olunur və normal qəbul edilən enerji sinifi isə C sinifinə cavab verməlidir bir bina. Bir digər məsələ isə məcburi enerji auditinin keçirilməsidir ki, az öncə qeyd etdiyim xüsusi meyarlara uyğun gələn qeyri-yaşayış binaları və təsərrüfat subyektlərində müvafiq qanunvericiliyə əsasən 3 ildən bir məcburi enerji auditi keçirilməlidir. Bununla əlaqədar enerji səmərəliliyində ekosistemin dayanıqlılığının təmin edilməsi məqsədi ilə enerji auditi fəaliyyəti ilə məşğul olacaq təşkilatların yaradılmasında iqtisadi fəaliyyət növü üzrə iqtisadi fəaliyyət kodu da əlavə edilməsi təmin edilmişdir. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun səmərəli istifadəsi də əlavə imkanlar yaradacaq. Qənaət edilən enerji ya müxtəlif sahələrə yönəldiləcək, ya da ixraca istiqamətləndiriləcək. Bu isə dövlət büdcəsinə əlavə gəlirin gəlməsi deməkdir.